Videonun ikinci hissəsi ilə davam edirik. Deməli, videonun ikinci hissəsində bəzi mövzular B kateqoriyası üzrə imtahanda iştirak edəcək iştirakçılara da aiddir. Ona görə onlar da bu videodan faydalana bilərlər. Başlayaq normativ hüquqi haqlar haqqında Konstitusiya qanunu. Normativ hüquqi haqlar haqqında Konstitusiya qanunundan maddə 3 və 4. Qeyri-normativ hüquqi haqlar. Normativ xarakterli haqlar hansılardır? Bunlara mütləq şəkildə diqqət yetirin. Yəni konkret olaraq sual da sala bilərlər ki, qeyri-normativ hüquqi haqları müəyyən edin, yaxud normativ xarakterli hüquqi haqları müəyyən edin. Daha sonra normativ hüquqi haqların rekvizitləri. Əvvəllər imtahanların birində bununla bağlı şəkil tipli sual salmışdılar. Deməli, prezident fərmanlarının birini yerləşdirmişdilər və orada nömrələmişdilər. Misal üçün, fərman üzərinə nömrə qoymuşdular. Sonra fərmanın adının üzərinə nömrə qoymuşdular. Daha sonra gerbin üzərinə nömrə qoymuşdular. Yəni siz vizual olaraq rekvizitləri təsvir etməyi bacarmalısınız. Demirəm bu imtahan düşəcək, amma əvvəllər imtahanlarda istifadə olunub deyə ola bilər ki, bu imtahan olmasın, növbəti imtahanlarda da sala bilərlər. Əsas odur ki, siz normativ hüquqi haqların rekvizitlərini bilməlisiniz. Həm hansılardır, həm də vizual olaraq təsvir etməyi bacarmalısınız. Daha sonra maddə 83 normativ hüquqi aktın rəsmi dərc edilmə müddətləri və şərtləri. Düşünürəm ki, bu maddədən də sual düşə bilər imtahana. Daha sonra İnsan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya qanunu. İnsan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya qanunundan düşməsi ehtimalına hissələri burada qeyd etmişəm. Maddə 1. Maddə 1-dən bir sual təxmin edirəm ki, bu imtahan düşsün. Xüsusən də maddə 1-də maddə 1.5, 1.6, 1.7 və 1.8 bu hissələri xüsusən diqqət yetirin. 1.5, 1.6, 1.7 və 1.8. Daha sonra maddə 8 insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası. Bu maddədən də sual düşə bilər. Daha sonra maddə 9 insan hüquqlarının pozulmasına dair şikayətin məzmunu. Bu maddəyə də xüsusən diqqət yetirin. Sonra insan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar. Bu maddədən də sual düşə bilər. Xüsusən də ASIyə hazırlaşan namizədlər normativ hüquqi haqlar haqqında Konstitusiya qanunu və Ombudsman haqqında Konstitusiya qanununa xüsusən diqqət yetirin. Çünki mülki məzəllədir, sonra dövlət sirri haqqında qanundur, informasiya əldə etmək haqqında qanundur. Bunlara nisbətdə bu iki mövzu biraz sual səviyyəsinə görə bir balaca çətin düşə bilər. Yəni siz dövlət sirri haqqında qanununa və informasiya əldə etmək haqqında qanun həddinə baxıb o mövzulardan qorxmayın. Yəni o mövzulardan mən düşünürəm ki, bu imtahan rahat sual düşsün, amma xüsusən də normativ hüquqi haqlar haqqında Konstitusiya qanunu və insan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya qanununa xüsusən diqqət yetirin. Yəni çətin sual salsalar bu iki mövzudan sala bilərlər. Sonra növbəti maddə 13 insan hüquqlarının pozulmasına dair şikayətə baxılmasının nəticələri. Burada olan müddətlərə xüsusi diqqət yetirin. Çünki müddətlərdən sual kimi salırlar. Hətta uyğunluq tipli sual kimi də sala bilərlər. Daha sonra mülki məcəllə. Mülki məcəllədən nələr düşə bilər? Burada xüsusən qeyd etmişəm. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti maddəsi. Maddə 28-dən sual düşə bilər. Sonra 29-cu maddə 14 yaşınadək olan yetkin yaşına çatmayanların fəaliyyət qabiliyyəti. Bu maddədən sual düşə bilər. Növbəti qəyyumluq və himayəçilik. Burada diqqətli olun. Buradan yaxud da ki patronajdan situasiya tipli tapşırıq sala bilərlər. Bu maddə və yəni qəyyumluq və himayəçilik maddəsindən patronaja aid olan maddələrdən situasiya tipli sual sala bilərlər. Əminəm ki, yəni düşünürəm ki, təbii ki, mənim təxminlərimdir. Bu iki maddənin birindən sual gələcək imtahanda. Ona görə xüsusən bu maddələrə diqqət etirsəz yaxşı olar.
Daha sonra keçirik hüquqi şəxsə. Hüquqi şəxsdən nələr düşə bilər, onları da qeyd etmişəm. Maddə 53 nümayəndəliklər və filiallar. Maddə 54 idarə. Sonra 55 hüquqi şəxsin yenidən təşkili, xüsusən hüquqi şəxsin yenidən təşkili formalarına diqqət yetirin. Bunu imtahana konkret sual kimi sala bilərlər. Növbəti İnzibati icraat haqqında qanun. İnzibati icraat haqqında qanun AC və AB kateqoriyası üzrə hazırlaşan namizədlər üçün ən çətin olan mövzulardan biridir. Birincisi həcmi çoxdur, ikincisi qəliz dildə yazılıb. Hətta BA kateqoriyası üzrə birinci və ikinci fəsil düşməsinə baxmayaraq, BA hazırlaşanlar da inzibati icraat haqqında qanundan əziyyət çəkirlər. Və mən burada AC-lər üçün və AB-lər üçün xüsusi olaraq hansı maddələr düşə bilər, onları qeyd etmişəm. Ola bilər son gündür, yəni oxuyub çatdıra bilməmisiniz, öyrənə bilməmisiniz. Bu maddələrə diqqət yetirsəz, sizin üçün faydalı ola bilər. Deməli, BA kateqoriyası üzrə hazırlaşan namizədlər sizə birinci və ikinci fəsildən düşəcək suallar, proqramda olduğu kimi. Nədən düşə bilər? Qanun tətbiq dairəsindən düşə bilər. Daha sonra bərabərlik prinsipindən düşə bilər. Onu da qeyd edim ki, deməli 15 yanvar imtahanına qədər BA və AC və AB kateqoriyaları eyni saatda imtahan verdikləri üçün onlarda olan sualların çoxu eynilik təşkil edirdi. Misal üçün AC BA kateqoriyası üzrə inzibati icraat haqqında qanun birinci fəsildən düşdüyü üçün, ikinci fəsildən düşdüyü üçün suallardan biri AC və AB kateqoriyası üzrə birinci fəsildən olurdu. Amma indi imtahan vaxtları dəyişib. BA-larla BB-lər eyni saatda verirlər. AC-lərlə AB-lər saat 16:00-da verirlər. Ona görə də onların sualları arasında fərq olacaq. Mən ümumi təxmin etdim ki, hardan düşə bilər. Siz də həmin hissələrə diqqət yetirərsiniz. Misal üçün, bərabərlik prinsipi. Bərabərlik prinsipindən çoxdandır mən sual görmürəm. Nə keçən imtahanda, nə də ondan əvvəlki imtahanda. Yəni, nə 6 noyabrda görməmişəm, nə də ki 25 sentyabrda. Ona görə bərabərlik prinsipinə baxsaz yaxşı olar. Sonra, diskresion səlahiyyətlərinin həyata keçirilməsi qaydası. Buradan sual düşə bilər. Sonra, maddə 18, çoxun azı ehtiva etməsi prinsipi. Bu maddədən sual düşə bilər. Keçirik AC ilə AB-lərə aid olan hissəyə. Maddə 25, inzibati icraat materialları ilə tanış olmaq hüququ. Bu maddəyə diqqət yetirərsiniz. Daha sonra 28-ci maddə, inzibati icraatın başlanması üçün əsas olan hallar. Hansı hallar inzibati icraatın başlanması üçün əsasdır? Xüsusən bu hallara diqqət yetirin. Yəni, bu 3 halı öyrənin, düşə bilər imtahana. Burada da qeyd edirəm. Daha sonra maddə 39, xərclər maddəsi. Düşə bilər buradan sual. Növbəti maddəmiz maddə 65, inzibati aktın etibarsız sayılması maddəsi. Hansı inzibati aktlar etibarsız sayılır? İmtahana sual kimi bunu sala bilərlər. Diqqətli olun. 6 dənədir. Növbəti, inzibati şikayətin verilməsi və geri götürülməsi qaydası. Bu maddədən sual düşə bilər. İnzibati şikayətin verilməsi müddəti. Bu maddədən də sual düşə bilər. Sonra, inzibati şikayətə baxılması müddəti. İnzibati şikayətə baxılması qaydası. Bu maddələrə xüsusən diqqət yetirin, yoldaşlar. Və onu da qeyd edim ki, AC və AB-yə hazırlaşan, yəni imtahanda iştirak edəcək namizədlər 15 yanvar tarixində, yəni böyük ehtimal inzibati icraatdan olan suallarınızın biri birinci və ikinci fəsildən düşsün. Və inzibati icraata aid hər 3 hissənin video izahını çəkib YouTube kanalında yerləşdirmişəm. Faydalana bilərsiniz. Sonra, növbəti dövlət sirri haqqında qanun. Dövlət sirri haqqında qanun. 5-ci maddə, yoldaşlar. 5-ci maddədən bir dənə sual düşəcək. Yəni, 5-ci maddəni mükəmməl şəkildə öyrənin.
5-ci maddədən bir sualınız olacaq. Və dövlət sirri haqqında qanundan 2 və 3 sual düşür. Yəni bu 3 sualın biri 5-ci maddədən olacaq. Ona görə 5-ci maddəyə xüsusilə diqqət yetirin. Sonra maddə 6 məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsinin prinsipləri. 6.2 bunlara baxın yoldaşlar. Məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsi hansı prinsiplər əsasında tənzimlənir? Qanunilik, əsaslıq və vaxtında həyata keçirilmə. Düşə bilər imtahana. Axırıncı dəfə 9 mart imtahanda salmışlar 2025-ci ildə. Yəni üstündən nə qədər müddət keçib, yenidən də imtahana sala bilərlər. Diqqətli olun. Sonra maddə 10 məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi qaydası. Burada olan müddətlərə xüsusilə diqqət yetirin. 10.3-ə xüsusilə diqqət yetirin. Maddə 13 məlumatların məxfiliyinin açılması qaydası. 13.3 burada olan müddətlərə xüsusən diqqət yetirin. Növbəti maddəmiz maddə 23 vəzifəli şəxsi və vətəndaşı dövlət sirri ilə işləməyə buraxılmaqdan imtina edilməsi üçün əsaslar maddəsi. Bu maddədən də sual düşə bilər. Xüsusən maddə 1-dən 10-a qədər olan maddələrə çox baxın. Çünki o maddələrdən bir dənə sual düşəcək. Növbəti informasiya əldə etmək haqqında qanun. İnformasiya əldə etmək azadlığı maddə 2. Buradan sual düşə bilər. Maddə 6. İnformasiya əldə olunmasının əsas prinsipləri. Maddə 10. İnformasiya sahibinin vəzifələri. Maddə 15. İnformasiya əldə edilməsi haqqında sorğu. Burada bir maddəni qeyd etməmişəm yoldaşlar. O da düşə bilər imtahana. Siz qeyd edin. Maddə 7. Sənədləşdirilmiş informasiya sənəd. Yəni buradan sual sala bilərlər. Bu maddəni də qeyd edin. Daha sonra maddə 20 növbəti mövzumuz əmək məcəlləsidir. Əmək məcəlləsindən də düşməsi ehtimal olunan maddələri qeyd etmişəm. Maddə 46 əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası. Daha sonra maddə 68 əmək müqaviləsi xitam verilməsinin əsasları. Maddə 72 əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Daha sonra maddə 77 əmək müqaviləsi xitam verilərkən işçilərin təminatları. Burada olan müddətlərə fikir verin yoldaşlar. Düşünürəm ki, bu imtahan əmək məcəlləsindən AC və AB kateqoriyası üzrə situasiya tipli tapşırıq da salsınlar. Daha sonra maddə 78 işçilərin ixtisarı zamanı işdə saxlanılmağa üstünlüyü olan şəxslər. Maddə 90 həftəlik tam iş vaxtı müəyyən edilməsi. Daha sonra maddə 113 əmək məvzuatı və onun verildiyi iş ili. Növbəti hamileliyə və doğuşa görə məzuniyyətlər. Xüsusən də ikinciyə baxın yoldaşlar. İkincidən sala bilərlər imtahana sual. Maddə 130 işçilərin xahiş ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri. Yəni qətiyyən narahat olmayın. Əmək məcəlləsindən bu imtahan çətin sual düşməyəcək. Yəni elə bir sual salacaqlar ki, rahat şəkildə əgər yaxşı oxumusunuzsa, rahat şəkildə yaza biləcəksiniz. Və sonda inzibati və yardımçı vəzifələrin təsnifat toplusu. Yoldaşlar, inzibati və yardımçı vəzifələrin təsnifat toplusundan tam olaraq analiz etmək olmur ki, nələrdən sala bilərlər. Çünki inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna əsasən inzibati vəzifələr çoxdur, yardımçı vəzifələr də çoxdur. Yəni konkret olaraq hansından sual salacaqlar deyə bir şey yoxdur.
Bəzən elə olur ki, dövlət qulu haqqında qanun üçün ortaq olan inzibati vəzifələrdən də sayırlar və dövlət qulu haqqında qanunu yaxşı bilən namizədlər bunu yaza bilirlər. Və sonda onu qeyd edim ki, burada olan təxminlər, analizlər əvvəlki imtahanlarda düşmüş suallara əsaslanaraq hazırlanıb. Həm 25 sentyabr, həm 6 noyabr, həm ondan əvvəlki iyul imtahanında, 20 iyul imtahanında, yəni bunlara əsasən, bu suallara əsasən, bu imtahanlarda düşmüş testlərə əsasən hazırlanıb bu analizlər və ümid edirəm ki, burada qeyd etdiyim maddələrdən birəbir olduğu kimi qarşınıza imtahanda testlər çıxar və siz də rahatlıqla yaza bilərsiniz. Hər biriniz uğurlar yoldaşlar. İmtahan ümid edirəm ki, hər biriniz üçün yaxşı keçər. Sağ olun, salamat qalın.